Hicri qəməri təqvimi ilə bu gün Zilqədə ayının 11-i, müsəlmanların 8-ci imamı Həzrət Əbu'l-Həsən Əli ibn Musa Rızanın doğum günüdür. İmam Mədinə şəhərində dünyaya göz açıb. Anasının mübarək adı Ümmübənin, digər adı isə Nəcma olub. İmam Rıza Hicri qəməri təqvimi ilə 203-cü ildə 55 yaşında ikən Abbasi xəlifəsi Məmun tərəfindən zəhərlənib. İmama qarşı sui-qəsd onun Xorasana dəvət edilməsi və vəliəhtliyin ona həvalə edilməsindən sonra həyata keçirilib. Tarixşünasların məlumatına görə İmam Rıza Xorasanda olarkən xəlifə Məmun tərəfindən təzyiqlərə məruz qalır. Bununla belə İmam Məmunun yaşadığı dövrdə hökumət işləri və siyasətə qarışmayacağını bildirir. İmam Rıza şəhid edildikdən sonra Tuz şəhərində dəfn edilir. İndi imamın şəhid edilməsindən 1200 il keçməsinə baxmayaraq, hər gün onun məzarı və məqbərəsinin ziyarətinə saysız hesabsız zəvvar gedir. از عشق تو مجنون شده. İslam alimlərindən Şeyx Səduqun İbrahim ibn Abbasdan nəql etdiyi hədisdə imamın məziyyətləri barədə belə deyilir. Mən İmam Rızanın sözlə kimisə narahat etməyini, kiminsə sözünü yarıda qoymağını heç vaxt görmədim. O həzrət başqalarının yanında ayaqlarını uzatmaz, süfrə salınarkən xidmətçiləri süfrəyə dəvət edərək onlarla bircə yemək yeyər, gecələr istirahat etdikdən sonra isə qalxıb ibadətlə məşğul olar. Ata-babaları kimi o da gecə yarısı ərzağı çiyninə alıb yoxsul evlərə paylayardı. فریاد و بانگی میرسد عالم سکوت میکند از هیبتش سلطان ده آسان سقوط میکند آسان سقوط میکند آدم هراسان میشود محشر نمایان میشود از تابل آینه خورشید گریان می شود خورشید گریان می شود